tələbi inşaat dəstələri yaratmalıyıq. Niyə gedib Qarabağın azadlığı uğrunda könüllü canından keçə bilir Azərbaycan gənci? Niyə gedib Qarabağda könüllü işləməsinlər? Yəni 2 ay nədir ki, bunlar gedib Qarabağda o tikində iştirak eləməsinlər? Deputat Aqil Abbas təklif edir ki, tələbələr Qarabağa gedib tikintidə 2 ay pulsuz işləsinlər. Əgər deputat xalqa belə bir təklif irəli sürürsə, o zaman jurnalist olaraq deputata da mənim suallarım var. Bəli, torpaqlarımızın azadlığı uğrunda 3000-dən çox şəhid verdik. Aqil müəllim, bəs sizin 2 oğlunuz erməniyə bir güllə atıbmı? Yaxud nəvələrinizin bu torpaqların azadlığı uğrunda bir xidməti olubmu? Yoxsa şəhid olmaq, Qarabağda pulsuz işləmək yalnız kasıb övladlarının balalarına aiddir? Deputatların övladlarına, nəvələrinə heç bir dəxli yoxdur. Aqil müəllim, əgər belə hesab edirsinizsə ki, Qarabağa gedib 2 ay orada pulsuz işləmək mümkündür, o zaman ilk növbədə elə nəvələrinizi göndərin. Sizin nəvələriniz Qarabağa gedib tikintidə 2 ay demirəm, lap 1 ay pulsuz işləsinlər. Belə bir təklifi siz irəli sürürsünüzsə, o zaman ilk addımı da siz atın, siz örnək olun. Biz də baxıb görək ki, deputatın övladları yaxud nəvələri Qarabağda tikintidə 1 ay pulsuz işlədi. Bizə bir nümunə olun. Yaxud da əgər Qarabağ üçün 2 ay pulsuz işləmək mümkündürsə, o zaman deputatlarımız da 2 ay pulsuz işləsinlər. Siz 2 ay pul almayın, 2 aylıq maaşınızı yığın, göndərin Qarabağda tikintiyə. Olmazmı? Sonra da Aqil müəllim şikayət edir ki, bəs danışmağa qorxuruq. Çünki nə desək bizi yıxıb sürüyürlər. Elə deyil axı. Məsələn, sizin çıxış etdiyiniz o parlamentdə bir vaxtlar rəhmətli Qənirə Paşayeva da danışırdı. Həm də belə danışırdı. Bəzi məmurlar var ki, vətəndaş onun cavabına görə bilmir, amma bizim cavabımız açıqdır. Gəlir, sualına cavab istəyir. Biz o suala cavab verməliyik və haqlı bir sualıdır. Adam deyir ki, məhkəmənin qərarı niyə yerinə yetirilmir Qənirə xanımdan? Ondan sonra vətəndaşa necə deyə bilərəm siz Azərbaycan məhkəmələrinin qərarına inanın. Baxın görün, belə bir deputat çıxışından kimsə bir vətəndaş narazı qala bilərmi? Və Qənirə Paşayeva heç vaxt danışmaqdan qorxmurdu. Çünki nə dediyini, kimə dediyini çox yaxşı bilirdi.